səyahətimiz davam edir. Bugün haqqında danışacağımız bu kənd Mərdəkan, Şuvalan, Qala, Zirə, Hövsan kəndləri ilə qonşudur. Ümumiyyətlə, Abşeronun barmaqla sayıla bilən kəndləri var ki, bu kəndlər sırf türk soykökünə malikdir. Bugün haqqında danışacağımız kəndin adından da elə bu məlumdur. Günün mövzusu Türkandır. Türkan kəndi çox qədim kənddir. 5 əsrdən çox yaşı var. Kənd 4 hissəyə bölünür. Dağlı məhəlləsi, Məncəllər məhəlləsi, aşağı məhəllə və yuxarı məhəllə. Hər məhəllənin də öz tarixçəsi var. Türkanda qədimidə yaxşı ənənələr olub. Mənim nənəm yadıma gəlir ki, qoca nənəm var idi, Rüfadə nənə, 106 yaşında rəhmətə getdi. Nənəmin çox gözəl əl qabiliyyəti var idi, yemək hazırlamaq barədə. Yağlı yaymalar salırdı, qat-qat yaymanı yayırdı, yağlayırdı, qat-qat. Gözəl yaymalar salırdı, sübhan halvası pişirirdi. Təndiri var idi, o təndirdə atam qoyun kəsirdi, onun quyruğunu əridirdi və anam əridirdi onun yağını. O yağla nənəm təndirdə elə qoğallar yapırdı ki, onun ətri bütün məhəlləyə yayılırdı. Mən özüm şeir həvəskarı, bayaq dediyim kimi Səməd Vurğunun şeirləri ruhumda, şeirlər yazmışam. İnsan gördüm axın-axın, insan gördüm uzaq, yaxın. Aman Allah, siz bir baxın, yaxşılar necə də azdır. Türkanda ümumilikdə 3 məscid var. Hazırda bizim olduğumuz bu məscid Cümə məscididir, amma yerli cəmaət bu məscidə böyük məscid deyir. 1904-cü ildə Hacı Molla bin Hacı Əbdürrəhman tərəfindən inşa olunub və bu məscid köhnə bir məscidin qalıqları üzərində tikilib. Bundan öncəki məscid 17-ci əsr tarixi abidəsi olmuşdur ki, hal-hazırda o məsciddən yalnız kitabələr qalmışdır, heç bir qalıqlar da qalmamışdır. Bu məscidin ətrafında qəsəbənin sıx sakinləri yerləşmişdi ki, onlardan su quyuları qalmışdır, o həyətlərin su quyuları qalmışdır. Bir neçəsi üzəri bağlansa da, bir neçəsi hal-hazırda da üzəri açırdı və bir tarixi abidə kimi qorunur məscidin həyətində. Məscidin ilk axundu 1918-ci ildə Axund Hilal şəhərdə ermənilər tərəfindən şəhid edilmişdir. Onun qəbri hal-hazırda Türkan qəbristanlığında yerləşir. Otuzuncu illərin məlum hadisələri zamanı bu məscid də digər məscidlərimiz kimi fəaliyyətini dayandırır. Bura arpa anbarı kimi fəaliyyət göstərməyə başlayır, ta ki 1989-cu ilə qədər həmin ildən etibarən məscid yenə də məscid kimi fəaliyyət göstərir. Gördüyünüz bu minbərin də nə az nə çox düz bir əsrdən çox yaşı var. Kənd sakini Hacı Həzzərbəli bunu İrandan gətirib, tamamilə əl işidir, mismardan filan istifadə olunmayıb, oyma vasitəsilə bir-birinə belə deyək də şəbəkə formasında hazırlanıb.
minarələri olmayıb. Ta ki 2006-cı ilə qədər. 2006-cı ildə kənd ağsaqqallarından olan, kəndin xeyriyyəçisi olan Hacı Rəşid İslamoğlu tərəfindən, daha doğrusu onun vəsaiti hesabına usta Fazil Qaroğlanoğlu Şamaxlı tərəfindən məscidin 2 minarəsi inşa olunub. Türkanda gəldiyimiz növbəti məscid Bağlar məscididir. Adından da göründüyü kimi bu məscid Bağlar ərazisində inşa olunduğuna görə Bağlar məscidi adlanıb. 1904-1905-ci illərdə kənd sakini Hacı Molla Seyid Əlinin nəvəsi Kərbəlayi Əbdülməhəmməd Hacı Məlik Məhəmməd Badıkubə oğlunun tərəfindən inşa olunub. Daha sonra repressiya illərində məscid yerlə yeksan edilib, tamamilə dağıdılıb. 2008-2011-ci illərdə Məlik Məhəmməd Badıkubənin oğlunun nəvələri tərəfindən məscid yenidən bərpa olunub. Türkanda iki qəbirstanlığın olduğu deyilirdi. Əslində iki qəbirstanlıq bir-birinə bitişik formadadır. Yəni bir qəbirstanlıq var burada. Biz hazırda daha qədim olan hissədəyik və burada olan ən yaşlı qəbrin 400 il yaşı var. Gələk kənd əhlinin dolanışığına. Türkyanlıların işi sözün əsl mənasında daşdan çıxıb. Vaxtilə burada olan karxanalarda işləyərək türkyanlılar evlərinə çörək pulu aparıblar. Zəhmətkeş insandır buranın insanı. Bir də təbii ki, digər Bakı kəndlərində olduğu kimi əkinçiliklə də məşğul olublar və vaxtilə burada üzümçülük safxozu olub. Həmin o üzümçülük safxozu da Sovet dövründə üzümə olan tələbatın bir hissəsini ödəyib. Türkan kəndi əksəriyyət göyərti ilə dolanır. Göyərti əkirlər. Başqa şey, zavod yox, fabrik yox, göyərti ilə dolanırlar. Göyərti əkirlər, zəhmətkeş cəmaat, zəhmətkeşlər. Yaxşı ki, indi hal-hazırda biraz elm ocaqları artıb, cavanlar yavaş-yavaş elm ocaqlarına qaçırlar. İnşallah gələcəyi yaxşı olar. Biraz əvvəl mən sizə dedim ki, Türkanda 3 məscid olub. İkisi haqqında artıq danışdım. Bu isə sonuncu, 3-cü məsciddir. Amma artıq bura məscid demək olmaz. Çünki 1930-cu illərdə məlum hadisələr zamanı bu məscid də öz fəaliyyətini dayandırır və məscid bir müddət klub kimi fəaliyyət göstərir. Sonrakı illərdə isə bax belə baxımsız vəziyyətdə qalır. Hələ də fəaliyyət göstərmir. Hər kəndin öz qaydası, qanunu var. Bizim kəndin də qayda qanunu var. Misal üçün, görək bir ata oğlu evləndirmək üçün, evlənmək sözü, əvvəlcən ev, sonra lənmək. Əvvəlcən onun üçün ev tikir, hər şeyə hazır edir, yaxşı. Həm qız tərəfi, həm oğlan tərəfi ənənə budur ki, yaxşı yaşasınlar, yüngül yaşasınlar, kömək edirlər. Yaxşı da qurub-quruşdururlar da. Ona görə də hindi başanma getirib dünyanı gedir. Ne üçün? Ona görə ki, qurmurlar. Ata ana görə qursun ki bir şey ki, bunlar
dolansınlar, yaşasınlar. Yaşamaq üçün kömək lazımdır. Cavandır, cavana kömək lazımdır. Novruzda qabaqdır, gəlmişsiniz. Novruz bayramları. Novruz bayramları olardı. Qonum qonşu, qohum qardaş yığışardıq bir yerə. Belə yığışardıq ki, belə bir mehribançılıq, qoğal pişirərdilər. Aş pişirərdilər. Qonşular, qohumlar yığışardıq bir yerə. Hamısının mehriban, doğru uşaq olmuşuq biz. Bizdən böyüklər olub, babalarımız, nərələrimiz. Yenə dəniz, tanış dəniz, dalğalarla tanış dəniz. Artıq yazın astanasındayıq. Bahar qapımızı döyür. Bahar da gəldisə, ondan sonra yaya nə qalır ki? Bax, yayda da əsl Türkanın yeridir, necə deyərlər. Havası tərtəmiz, dənizi dupduru. Sahil tanış, dalğa tanış, keçir bulut, yağır yağış. Yenə dəniz, tanış dəniz, dalğalarla tanış dəniz. O məşhur mahnının sözlərində olduğu kimi, könlüm burada dincələr, Xəzərin sahilində. Gördüm burada, gör neler. Yaşıl bağlar, dereler. Gönlüm burada dinseler, Xəzərin sahilində. Bu da son. Yenidən görüşmək ümidi ilə sizlə sağollaşırıq. Özünüzü və təbiəti qoruyun. Sağ olun.